Sabahınız xeyir olsun. 93 FM-də hər birinizi xoş gördük. Sağlam səhəri dinləyirsiniz. Bugün olduqca maraqlı bir mövzumuz var. O mövzu ki, hansı ki, ətrafında hər zaman belə deyim, mif dolaşır, bir-birimizə ən çox məsləhət verdiyimiz bir mövzudur. Bioloji aktiv qida məhsullarının düzgün istifadəsi və onların dərman vasitələrindən fərqi haqqında danışacaq. Çünki dərman desək dərman deyil, vitamin desək vitamin deyil. Əslində nədir, nə üçün biz onu istifadə edirik? Çünki ətrafımızda kifayət qədər çox rast gəlirik. Dostlarımız, tanışlarımız, qohumlarımız qəbul edir. Biridir enerji verəcək, biridir mənə yaxşı gəlir. Amma əslində hər bir kapsulunda öz dili var, öz rolu var. Doğru məlumatsa hər zaman hər şey deməkdir. Bugün biz doğru məlumatı axtaracaq. Qida əlavəsi nədir? Bioloji qida məhsullarının düzgün istifadəsi necə olmalıdır? Dərman vasitəsindən nə ilə fərqlənir və bədənə hansı halda faydalı, hansı halda zərərli ola bilər? Analitik Ekspertiza Mərkəzinin bioloji fəallığa malik qida əlavələri şöbəsinin eksperti Gülnar İsmailova bizim qonağımızdır. Gülnar xanım, sabahınız xeyir olsun, xoş gəlmisiniz. Təşəkkür edirəm dəvət üçün. Bioloji fəallığa malik qida məhsulları hal-hazırda çox geniş yayılmış məhsuldur və istifadəsi çox aktualdır. Bizim həyatımızın bu dəqiqə gündəmimizdədir. Bütün pullarımızı biz onlara xərcləyirik. Demək olar ki, çox populyarlaşır, Bəli. çox istifadə olunur və belə bir məsələ də var ki, dərman vasitəsindən səhv salınır, çaşdırılır. Bəli, bəli. O məhsul. Çünki elə onu demək istəyirdim. Çünki bir çoxumuz bəzən elə bilirik ki, bu qida məhsulları, bioloji aktiv qida məhsulları dərmandır, elə dərman da vitamindir. Amma bu anlayışların arasında görünməyən çox böyük bir xətt var. Mən əgər bu artıq incə bir çizgi deyil, çox böyük bir xətt var və bu sağlamlıq mövzularında ən böyük yanlışlar da məhz bu qarışıqlıqdan yaranır. Ona görə də Gülnar xanım, gəlin elə ilk olaraq bu sirli xətti bir aydınlaşdıraq ki, bioloji aktiv qida məhsulları nədir və onlar dərman məhsullarından nə ilə fərqlənir? Bioloji fəallığa malik qida məhsulları qidalandırıcı təsirə malik maddələrdir. Onlar nutriyentlərdən ibarətdir və dərman vasitəsi deyillər. Yəni müalicə eləmirlər. Amma ki, belə bir məsələ var ki, onlar da dərmanlara oxşar farmasevtik formada buraxılır. Farmasevtik forma deyəndə nə nəzərdə tuturam? Elə qeyd edirsiniz, kapsul, tablet. Bunlar bu məhsulların buraxılış formaları da dərmanlarla oxşardır. İstər-istəməz o da o blisterdə satılanda, qablaşma oxşar olanda insanlarda elə bir təəssürat yaranır ki, bu da dərmandır və müalicə edir. Bir də biz çox zaman, yəni aptekdən o dərmanları olsun, qida əlavələrini olsun alanda içinin kağızını açıb heç baxmırıq. Amma onların içində yazılır ki, bu dərman, mən səhv eləmirəmsə yazılır. Belə bir cümlə yazılır ki, bu yəni ki, müalicəvi mahiyyət daşımır, dərman preparatı deyil, əlavə qida, belə demişsin ki, bioloji aktiv qida məhsuludur. Bəli, bu zaten tələbdir. Azərbaycan Respublikasının dərman vasitələri haqqında qanun, bir də bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilmə qaydasının tələbidir. Yazılmalıdır həmin məhsulun üstündəki bu dərman vasitəsi deyil, bioloji fəallığa malik qida əlavəsi. Eyni zamanda dərmanlarda da artıq yazılır ki, bu dərman vasitəsidir. Yəni istehlakçı açıb buna baxmalıdır. Qablaşmanın üstünə də baxmalıdır ki, burada bu məlumat var, yoxsa bu məlumat yoxdur. Bu məhsulları, daha doğrusu bu ekspertizadan danışmışkən Gülnar xanım, bir məhsulun etibarına qərar vermək üçün təkcə qablaşdırmadakı sözlər kifayət eləmir də. Yəni ən vacib sual da hər zaman ortaya çıxır ki, bunu kim yoxlayıb? Çünki sağlamlıq sahəsində ən kiçik diqqətsizlik belə böyük nəticələr yarada bilər və elə buna görə də soruşmaq istəyirəm ki, Azərbaycanda bioloji aktiv qida məhsulların daha doğrusu ekspertizasını hansı qurum həyata keçirir, aparır? Azərbaycanda qida məhsullarının ekspertizasını keçirir Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi və bu üzrə ixtisaslaşmış ekspertlərimiz var, mövcuddur. Ekspertiza prosesi çox şaxəli prosesdir. Çünki burada iki istiqamətli yoxlanma aparır. Bir sənədlərin ekspertizası aparılır, bir də təqdim olunan nümunənin ekspertizası aparılır. Sənədlərin ekspertizası belə, yəni dərinliyinə gedəndə, çünki təqdim olunan məhsullar müxtəlif tövsiyələri olur. Nə üçün istifadə olunsun? Orada dozalar olur, bitkilər olur. Yəni belə deyək, çox geniş bir diapazondur. Sənədlər yoxlanılır bu istiqamətdə və eyni zamanda həmin məhsulun laborator analizi də gedir laboratoriyada. Əsas istiqamət nədir? Yoxlanılır ki,
bu məhsul öz belə deyim normativ sənədlərini doğruldur yoxsa yox. Orada olan göstəricilər, laborator analizləri bir-birinə uyğun gəlir yoxsa yox, bu istiqamətdə dərin araşdırmalar aparılır. Sizin də suallarınız varsa yeri gəlmişkən 055 93 490 93 bizim WhatsApp nömrəmizdir. Bioloji aktiv qida məhsullarından düzgün istifadə edirsinizmi? Onların dərman vasitələrindən fərqi haqqında siz nələri bilirsiniz və ya bilmək istəyirsinizsə yazın. Suallarınız ünvanına Gülnar xanım sizin suallarınızı cavablandıracaq. Gülnar xanım, bioloji aktiv qida məhsullarını belə deyim, biz bazarda kifayət qədər görürük. Reklamları gedir, qablaşdırmaları çox cazibədardır. Amma bir məhsulun bizim əlimizə gəlib çatması, yəni biz bunu belə rahat bilirik, amma əslində elə deyil. Çox sadə bir proses deyildir. Arxasında çox ciddi bir yol var. Addım-addım keçilən məsuliyyətli bir proseslər var. Və bazara çıxarılmaq üçün bu bioloji aktiv qida məhsulları hansı mərhələlərdən keçir? İlk başlayır bu məhsulun ekspertizası, yəni ki, əgər bir ərizəçi, hansısa bir idxalçı bu məhsulu gətirmək istəyirsə, ilkin növbədə müraciət etməlidir analitik ekspertiza mərkəzinə. Çünki dediyim kimi, o da nəyə görə analitik ekspertiza mərkəzinə müraciət olunur? Bu məhsullar belə deyim, çox strateji əhəmiyyəti böyük olan məhsullardır. Dərman vasitələrindən çaşdırılır və bunun sui istifadə halları olur. Bəzən çünki dərmanlara tələb daha ciddidir. Orada müalicədən söhbət gedir və hər bir dərmanın ərsəyə gəlməsi üçün çox uzun müddətli klinik tədqiqatlara ehtiyac var. Amma qida əlavələri üçün tələblər bu qədər sərt deyil. Onlara uzun-uzun kliniki tədqiqatlar ehtiyac yoxdur. Ona görə də bəzən bundan sui istifadə halları baş verir və hansısa məhsulu belə deyim istehsal edərkən oradakı dozalar elə yerləşdirilir ki, dərman vasitəsinə yaxın olsun və yaxud da ki, elə bitkilər əlavə olunur ki, o dərman kimi təsir göstərsin, yəni müalicə etsin. Belə deyim də daha az xərclə daha tez müddətdə nəticəni əldə etmək. Nəticəni əldə etsin. Ona görə analitik ekspertizanın əsas məqsədi odur ki, bu kimi halların qarşısını alsın. Çünki belə deyim, bilirsiniz ki, analitik ekspertizanın əsas istiqamətlərindən biri dərman vasitələrinin və tibbi vasitələrin qeydiyyat və ekspertiza prosesini həyata keçirməkdir. Bu nə deməkdir? Bu deməkdir ki, dərmanın nə olduğunu zaten analitik ekspertiza mərkəzi bilir. Yəni ayrımı analitik ekspertiza mərkəzi edə bilər. Ona görə bu məhsullar ilk növbədə müraciət olunur bu məhsullar üçün. Normativ, deməli bizim tələb etdiyimiz qaydalara uyğun sənədlər verirlər, 3 nümunəni verirlər və bu ekspertiza prosesi başlanır. Ekspertiza prosesi də qeyd etdiyim kimi dərin orada yoxlamalar gedir, müxtəlif istiqamətlərdə araşdırmalar aparılır. Bundan sonraki prosesdə artıq belə deyim, bəzən ərizəçi müraciət edəndə fikirləşir ki, mən bunu qida əlavəsi kimi vermişəm rəy almaq üçün, amma hər zaman ekspertiza elə nəticələnmir. Ola bilsin ki, ekspertiza zamanı müəyyən olunur ki, bu dərman vasitəsidir. Bəzi düzdür, çox az olub, amma elə hallar olub ki, müəyyən olub ki, bu tibbi vasitədir və yaxud da ki, qida əlavəsidir. Və bundan asılı olaraq da belə deyim, hər 3 məhsula, 3 statuslu məhsula tələblər fərqlidir. Qeydiyyat proseslərinə tələblər fərqlidir. Ona görə analitik ekspertizanın burada rolu çox böyükdür ki, bu ekspertizaya təqdim olan məhsulun statusunu müəyyən etsin. Təşəkkür edirəm Gülnar xanım. Sağlam Radio 93 FM-də Sağlam Səhər davam edir. Bugünkü dalğamız sizi biraz daha sağlam həyata yaxınlaşdırmaq üçündür və mövzumuz bioloji aktiv qida məhsulları, onların dərmanlardan fərqlidir. Studiyamızın qonağı isə Analitik Ekspertiza Mərkəzinin bioloji fəallığa malik qida əlavələri şöbəsinin eksperti Gülnar İsmayılovadır. Suallarınız varsa bizimlə qalın dostlar, çünki doğru cavablar yalnız 93 FM-dədir. Diqqətiniz bizdə olsun, dalğanı dəyişməyin. Qısa bir reklam fasiləsi sonra biz efirdəyik. 93 FM-dəsiniz, çayınız hazırdırsa, o zaman diqqətinizi tamamilə bizə verə bilərsiniz. Çünki sağlamlıqla bağlı ən vacib nüansları biz bugün izah edirik və mövzumuz bioloji aktiv qida məhsullarıdır. Studiyamızda qonağımız Gülnar İsmayılovadır və onu da qeyd edim ki, Gülnar xanım Analitik Ekspertiza Mərkəzinin bioloji fəallığa malik qida əlavələri şöbəsinin ekspertidir. Sizin də suallarınız varsa yazın, göndərin. Gülnar xanım, bioloji aktiv qida məhsulları ilə vitamin və mineral kompleksləri arasında bir fərq varmı? Bəzən o beynimiz qazanılır artıq. Ay Allah, vitamin
vitamin nədir, mineral nədir, bioloji aktiv qida məhsulu nədir? Bir bum yaşanır beynimizdə. Çox gözəl bir suala toxundunuz. Belə deyim, vitamin və minerallar da özləri bioloji fəaliyyətə malik qida məhsullarının içinə daxildir. Bioloji fəaliyyətə malik qida məhsulları daha geniş bir anlayışdır. Daha geniş bir diapazonu əhatə edir. Bura vitaminlər, minerallar daxildir və digər qidalandırıcı, məsəl üçün zülallar, yağlar, karbohidratlar, omega 3 yağ turşuları, ondan sonra bitki ekstraktları, bitkilərdən alınan bioaktiv maddələr, bunlar çox geniş diapazondur. Amma bugünkü gündə vitamin və mineralların belə deyim, istifadəsi daha geniş yayılıb. Bu da nə ilə bağlıdır? Bu onunla bağlıdır ki, bugünkü gündə biz belə deyim, iş şəraitimizdən asılı olaraq, rejimimizdən asılı olaraq düzgün qidalana bilmirik. Düzgün qidalana bilmədiyimiz üçün bizə lazım olan qidalandırıcı maddələr, vitaminlər, minerallar bizim orqanizmimizə daxil olmur. Ən çox bunun və çalışırıq bunu kompensasiya eləyə bu bioloji aktiv qida. Bunun kompensasiya etmək məqsədi ilə də vitamin, mineral kompleksləri daha çox istifadə olunur. Bu da yenə dediyim kimi bioloji aktiv qida məhsullarına daxildir. Sadəcə bir hissəsidir. Yəni ki, ayrı-ayrı belə deyim, komponentlər deyil də belə. Bioloji aktiv qida məhsullarının belə deyim, təhlükəsizliyi necə yoxlanır Gülnar xanım? Təhlükəsizliyi necə yoxlanır? Bu suala iki istiqamətli bir cavab verərdim. Buyurun. Nəyə görə? Əgər bir məhsul artıq bütün tələb olunan proseslərdən keçibsə, yəni ki, bütün onun ekspertiza prosesi tamamlanıbsa və digər aidiyyatı qurumda onu qeydiyyata alıb və son olaraq satışa çıxarılıbsa, bu məhsul artıq təhlükəsiz hesab olunur. Çünki bu bir neçə mərhələdən, özü çox ciddi mərhələlərdən keçib. Amma istifadəsindən bağlı təhlükəsizliyə qaldıqda isə hər orqanizm individualdır. Yəni ki, bir insanın orqanizminin bir məhsula verdiyi reaksiya var. Ona görə biz öz orqanizmimizi daha yaxşı tanımalıyıq. Hansı allergik reaksiyalar varmı, hansı komponentə həssaslıq göstəririkmi? Bu məsələlər nəzərə alınmalıdır. Amma qeyd etdiyim kimi bir qida əlavəsi bütün proseslərdən keçib və satışa çıxarılıbsa, bəli, bu məhsul yəni ölkə ərazisində qanuni şəkildə satılırsa, bu məhsul təhlükəsizdir deyə bilərəm. Amma hər bioloji aktiv qida məhsulu təhlükəsiz demək də doğru deyil bu ifadədə. Bəli, deyil. Yəni ki, dediyim kimi bu bizim onu istifadə məqsədimizə baxır və bizim öz sağlamlıq məsələmizə baxır. Bizim hər hansı bir xroniki xəstəliyimiz varmı? Biz nəyə görə bu qida əlavəsini istifadə edirik? Doğrudan da bunu biraz bilinçli şəkildə etmək lazımdır da. Yəni tutalım bu populyardır, mən bunu istifadə eləyim, başqasına xeyir elədir, mən də eləyim. Burada biraz diqqətli yanaşmaq lazımdır. İlk növbədə orqanizmini tanımaq lazımdır. Günar xanım, saxta və qeydiyyatssız məhsullardan necə qorunmaq olar bəs? Saxta və qeydiyyatssız məhsullardan əgər Azərbaycan Respublikası ərazisində bir qida əlavəsi, qida məhsulu satışa çıxarılıbsa, ona aid, onun qablaşmasına və etiketlənməsinə aid ciddi tələblər var. O tələblər yerinə yetirilmədiyi halda zaten icazə yoxdur satışa çıxarılsın. Onun üstündə deməli ağ fonda qara hərflərlə, silinməyən qara hərflərlə dərman vasitəsi deyildir. Bioloji fəaliyyətə malik qida məhsuludur sözləri mütləq yazılmalıdır. Yəni istehlakçı da bunu aldığı zaman bu sözlərin olmasına diqqət yetirməlidir ki, bu sözlər var yoxsa yoxdur. Bir də aldığı mənbəyə biraz fikir verməlidir. Çünki bəzən görürük ki, sosial mediada hansısa məhsulun reklamı gedir, amma müəyyən olur ki, o məhsulun qeydiyyatı yoxdur. Qeydiyyatı yoxdur. Ehtiyatlı olmaq lazımdır. İstehlakçılar məhsulların ekspertizadan keçirildiyini yoxlaya bilərlər. Sizin dediyiniz kimi, əgər onun qablaşmanın içərisində ağ vərəqdə qara şriftlərlə. Bəli, bir də ki, analitik ekspertiza mərkəzi tam belə şəffaflıq təmin olunsun deyə hər ay ekspertizadan keçən məhsulların siyahısını Pharma.az saytında göstərir.
Hər ay deməli ekspertizadan keçən bioloji aktiv qida məhsullarının siyahısı, yəni ola bilər ki, artıq yeni məhsullar gəlir ölkəyə. Bəli, oradan izləmək olur. İstehlakçı girib oradan baxa bilər ki, məsələn, indi hansı ay bitib? Noyabr bitib məsələn. Hansılardır? Ondan və axtarışa verə bilər, özü tam ki, almaq istədiyində tapa bilər. Varmı o siyahıda, yoxsa yoxdur hələ ki o siyahıda? Ay olaraq qoyulur. Elə izləyə bilir ki, hansı məhsullar analitik ekspertizadan keçib. Nə gözəl. Bu bizim üçün yeni bilgi idi və ümid edirəm ki, dinləyicilərimiz də bir yerə qeyd etdilər. Hər ay Farma saytından biz bu məhsulların siyahısını əldə edə bilərik dostlar. Uşaqlarda bioloji aktiv qida məhsullarının istifadəsi necə olmalıdır? Özümüz az olmadıq, yəni kifayət eləmədi. İndi keçmiş uşaqlarımıza onlara artıq alış-verişlər eləyirik bu mövzuda. Uşaq orqanizmi çox həssas orqanizm, çünki böyümə mərhələsindədir. Buna görə də ərizəçi və yaxud da ki, hansısa fiziki şəxs hansısa məhsulla müraciət edir ki, mən istəyirəm bu uşaqlar üçün istifadəsi yoxlanılsın. Tutalım yaş həddi ya 4 yaşdan olsun, ya 12 yaşdan olsun, belə müraciətlər olur. Amma uşaqlar üçün çox belə deyim, hansısa inqrediyentlərin istifadə diapazonu çox geniş deyil. Daha məhduddur, bəli. Təhlükəsiz deyə biləcəyim inqrediyentlər vitaminlər və mineral kompleksidir. Bitkilər çox məhduddur orada. Vitaminə bənzər maddələr var, yenə yaş həddindən asılı olaraq qiymətləndirilir. Amma belə deyim, hər hansı bir məhsul müraciət olunur, deyir ki, bunun tərkibində filan bitki var. Mən bu məhsulu istəyirəm ki, 4 yaşdan yuxarı uşaqlar istifadə etsin. Yəni ərizəçi sənədlərində bunu göstərir. Bu zaman araşdırmalar aparılır. Yəni ekspertlər bu istiqamət üzrə araşdırmalar aparır. Öz normativ sənədlərimizə, beynəlxalq elmi mənbələrə, beynəlxalq monoqrafiyalara baxılır və müəyyən olunur ki, onun əslində istədiyi bitki 12 yaşdan aşağı uşaqlar üçün təhlükəsiz deyil. Ona görə də artıq ekspertiza prosesi zamanı biz bildiririk ki, xeyr, bu məhsul 12 yaşdan aşağı istifadəsi mümkün deyil. 4 yaşdan vermək istəyinə baxmayaraq. Çünki çox həssasdır. Uşaq orqanizmi dediyim kimi çox həssasdır və çox ciddi araşdırma gedir burada. Və belə deyim, uşaqlar üçün olan məhsulların üstündə də əgər o qeydiyyat prosesi artıq tamamlanıbsa, 4-14 yaş arası üçün bu məhsul uşaqlara tövsiyə olunursa, bu da qablaşma üstündə mütləq göstərilir ki, bu məhsul 4-14 yaş arası uşaqlar üçün istifadəyə yararlıdır, icazəlidir. Əziz dinləyicilər, unutmayın ki, sağlamlıq biliklə başlayır və bu bilikləri hazırda Sağlam Radio 93 FM-də Sağlam Səhər verilişində qonağımız Gülnar İsmailova bizimlə, sizinlə bölüşür. Mövzumuz bioloji aktiv qida məhsullarından düzgün istifadədir, onların dərman vasitələrindən fərqi haqqında danışırıq. Siz də bizə qoşulun. Sual-cavab rubrikamız var bizim və birlikdə gəlin sual-cavabımızı dinləyək. Daha sonra efrimizə qaldığımız yerdən davam edək. Efirdəyik dostlar, siz də bizə qoşula bilərsiniz, suallarınızı yazıb ünvanlaya bilərsiniz. Hazırda sağlamlıqla bağlı ən aktual suallara cavab axtarırıq. Bura Sağlam Radio 93 FM-dir və siz Sağlam Səhəri dinləyirsiniz. Vaxt itirmədən suallarınızı yazın. Bioloji aktiv qida məhsullarının bugün düzgün istifadəsindən danışırıq dostlar. 055-93 490-93 bizim WhatsApp nömrəmizdir. Vaxt itirmədən yazın, göndərin. Uşaqlardan danışdıq biz, Gülnar xanım. Böyüklərdən danışdıq, amma belə deyim də, daha diqqət olmalı, daha həssas bir təbəqə var ki, bu da hamilə xanımlar və laktasiya dövründə olan xanımlarda bioloji aktiv qida məhsullarının istifadəsi necə olmalıdır? Hamiləlik dövrü çox həssas dövrdür. Yəni bu da yenə uşağın orqanizm daxilində inkişafından belə deyim, inkişafına görə çox həssas bir məsələdir. O həmin dövrdə nə qəbul olunursa, bu uşağa birbaşa təsir göstərir. Ona görə də yenə vurğulayım ki, hamiləlik və laktasiya dövründə istifadə olunan bioloji qida məhsulları da məhduddur. Yəni ki, deyim ki, burada hər şey istifadə oluna bilər, yox. Ümumiyyətlə, əksər məhsulda da həmişə yazırlar ki, hamiləlik və laktasiya dövründə istifadəsi yol verilmir bu məhsulların. Ən çox istifadə olunur vitamin və minerallar yenə. Eyni qaydada bitkilər demək olar ki, çox məhduddur, çox az hallarda bitki istifadə olunur. Çünki
tədqiqatlar olmalıdır ki, bu bitki bu hamilə qadınların üstündə istifadə olunub, nəticələri nədir, varmı, müsbətdirmi və bunu hansısa rəsmi qurumlar artıq təsdiqləməlidir ki, bu təhlükəsizdir. Əgər Anaçi Ekspertiza Mərkəzinə də belə bir məhsul müraciət olunursa və o hamiləlik və laktasiya dövründə tövsiyə olunursa, onun da çox dərin araşdırılması aparılır. Amma belə deyim, istehsalçılar da çox belə riskə getmirlər. Deyim ki, çox tərkibində müxtəlif bitki kombinasiyası olan məhsul verirlər, yox. İndiyənə kimi müraciət olunanlar vitamin mineral kompleksidir. O da daha azdır, yəni deyim ki, çox deyil. Bəs xroniki xəstəliyi olan şəxslər necə qəbul edə bilərlərmi? Xroniki şəxslərdə artıq belə onlar belə orqanizmlərini biraz özləri tanımalıdır. Çünki hansısa bir dərmanın artıq orada uzun müddətli istifadəsinə söhbət gedir. Təbii ki, orqanizm özü fərqlənməyə başlayır nə ilənsə. Mütləq ki, öz həkimlərlə məsləhətləşməlidir xroniki xəstəliyi olan şəxslər. Məsəl üçün, elə insan var ki, onun şəkər xəstəliyi var, indi şəkərli diabet və yaxud da ki, şəkərsiz diabet. Bioloji fərqə malik qida əlavələrinin tərkibində köməkçi maddələr kimi ola bilsin ki, şəkərdən istifadə olunur. Bu nə edə bilər? Onun şəkərini qaldıra bilər. Və yaxud da ki, şəxs qandurlaşdırıcı preparatlardan istifadə edir. İçində ginkgo biloba bitkisi olan hansısa məhsul istifadə etməməlidir. Yəni bu biraz risk yarada bilər. Ona görə həmin şəxslər tövsiyə olunur ki, öz deməli həkimlərlə məsləhətləşsin ki, mən hansı məhsuldan istifadə edə bilərəm. İdmançılar üçün nəzərdə tutulan belə deyim də qida məhsullarının nəyi ilə fərqlənirlər? İdmançılar üçün nəzərdə tutulan qida məhsulları oradakı inqrediyentlərdə istifadə olunan inqrediyentlər hamısı icazə verilən inqrediyentlərdir. Yəni hamıdan istifadə edə biləcəyi inqrediyentdir. Amma nə fərq var orada? İdmançılar idman edərkən enerji sərfiyyatı çox olur. Bəli, onu tənzimləmək, adi insan təbii ki, onu eləmədiyi üçün biraz burada disbalans yaranır. Enerji deməli sərfiyyatı çox olur. Sonra orada əzələ bərpasına diqqət yetirilməlidir. Ona görə əsasən idmançılar üçün nəzərdə tutulmuş qidaların tərkibində zülal yağ, karbohidrat, kreatin bu cür maddələr olur. Amma belə deyim, biraz riskli məsələlər var. Təbii ki, bunu Anaçi Ekspertiza Mərkəzi nəzarət edir. Hansı məsələlər var? İdman performansının artırılması üçün bu məhsulların içinə bəzən anabolik steroid maddələr əlavə olunur. Hansı ki, tərkibdə əslində göstərmir normativ sənədlərində və yaxud da ki, qablaşmanın üstündə. Amma məhsulun içində olur və bu nə edir? Bu həmin vaxt üçün istifadə edəndə enerjini artırır, istifadə eləyir, insan idmançı özünü yaxşı hiss edir. Amma sonrakı dövr ərzində çox kəskin fəsadlar verə bilər. Ürək, damar problemləri yarada bilər, psixi pozğunluqlar yarada bilər. Ona görə də Anaçi Ekspertiza Mərkəzinin laborator müayinələrində əgər müraciət olunubsa ki, bu onsuz da bilinir, onların qablaşmasına zaten başa düşülür ki, bu və üstündəki tövsiyə olunur da, idmançılar üçün tövsiyə olunur. Bu istiqamət üzrə Anaçi Ekspertizanın laboratoriyasında analizlər aparılır ki, bu doğrudan da tərkib təhlükəsizdirmi, etiket göstəricilərindən bu məhsul uyğun gəlirmi, yoxsa uyğun gəlmirmi? Çox belə vacib məqamdır əslində bu. Ona görə də tövsiyə olunur ki, yenə də əgər hansısa bir idmançı qidasından istifadə edirsinizsə, mütləq fikir vermək lazımdır ki, onun da üstündə qeyd etdiyim kimi dərman vasitəsi deyildir. Bioloji fərqə malik qida məhsuludur, sözləri yazılsa, yəni qeydiyyat prosesi olmuş olsun. Bəs yaşlı insanlar üçün bioloji aktiv qida məhsullarının istifadəsinin əsas məqsədi varmı? Yaşlı insanlarda belə deyim, orqanizm orada metabolik proseslər artıq bir qədər zəifləyir və yaşlı insanlarda bayaq xroniki xəstəlik olan dediyim kimi orada da hansısa bir xroniki xəstəliklər artıq davam eləyir də, bu hallar var. Ona görə onlar da məhsul istifadə edərkən mütləq həkimlə məsləhətləşməlidirlər. Həkimlə məsləhətləşmək lazımdır, amma belə deyim, istehsalçılar çox
məhsulları hər yaş təbəqəsinə istifadə olunsun deyə çox belə dozanı optimal bir doza seçirlər ki, onu böyüklər də istifadə edə bilsin, yaşlılar da istifadə edə bilsin. Düzdür. Elə hallar olur ki, məhsul gəlir və üstünə yazır ki, 50+ və yaxud da ki, 40+. 40+ hansı hallarda olur? 40 yaşdan sonraki qadınların orqanizmini daha da yaşlaşdırmaq məqsədilə tövsiyə olunan məhsullar olur ki, artıq o yaş qrupu üçün seçilir. Bəli. Amma ümumilikdə belə götürsək, istehsalçı optimal bir doza seçir ki, hər yaş qrupu, daha doğrusu 18 yaşdan yuxarı şəxslər bunu istifadə edə bilsin. Təşəkkür edirəm Gülnar xanım, minnətdaram. Dostlar, siz də istər yolda, istər işdə, istər evdə olmağınızda nasıl olmayaraq hazırda 93 FM dalğasında bioloji aktiv qida məhsulları haqqında eşidirsiniz. Sağlam Səhər efirdədir. Qonağımız Gülnar İsmayılovadır, Analitik Ekspertizə Mərkəzinin bioloji fəallığa malik qida əlavələri şöbəsinin ekspertidir. Gülnar xanım, sizin də suallarınız varsa yazın, ünvanlayın. Qısa bir fasiləmiz olacaq. Fasilədən dərhal sonra yenidən efirdə olacaq. Bəzən elə bir mövzu olur ki, hər evdə, hər ailədə kimsə nəyinsə əlavəsini qəbul edir, amma onu necə, nə zaman, hansı qayda ilə etmək lazımdır, onu bir çoxumuz bilmirik. Elə buna görə də bugün 93 FM-də məhz bioloji aktiv qida məhsullarından düzgün istifadə və onların dərman vasitələrindən fərqi haqqında Gülnar İsmayılova danışır. Sizin də suallarınız varsa 055 93 490 93 bizim WhatsApp nömrəmizdir. Gülnar xanım, bioloji aktiv qida məhsullarından danışarkən Azərbaycan Respublikasında bu məhsulların ekspertizası üçün hansı sənədlər tələb olunur? Bu maraqlıdır. Tələb olunan sənədlərin siyahısı bioloji fəal qida əlavələrinin deməli ekspertizadan keçirmə qaydasında göstərilib. Hətta bu bizim farmasi saytında da bu siyahı yerləşdirilib ki, müraciət edən şəxsə daha rahat olsun, həmin siyahını görüb müraciət etsin. Əsas prioritet sənədlərimiz odur ki, bizə tərkibay sənəd verməlidirlər, analiz sertifikatı, spesifikasiyası, bəzi məsələlərlə bağlı zəmanət məktubları alınır həmin istehsalçılardan. İstehsalçının özünün sənədi, yəni bu istehsalçı qida məhsulu istehsal etmək səlahiyyətinə malikdir yoxsa yox? Yəni bu məsələ çox vacib bir məsələdir. Çünki qida məhsulu istehsal edərkən o bütün təhlükəsizlik qaydalarına riayət etməlidir. Əslində təhlükəsizlik oradan başlayır bir nöqtədə. Ona görə də bu məsələlər çox ciddi araşdırılır, sənədlərin ekspertizası aparılır. Eyni zamanda nə istənilir? Etiket və istifadə üzrə təlimatda da bəzi tələblər var. Bayaq qeyd etdiyim kimi eskiz üstündə yazılmalıdır ki, bu baxmayaraq ki, xarici istehsalçıdır və yaxud da ki, öz Azərbaycan Respublikasının istehsalçısıdır, yazmalıdır ki, dərman vasitəsi deyil. Xəstəliklərin müalicəsi ilə məqsədi ilə istifadə oluna bilməz. Uşaqların əl çatmayan yerdə saxlamaq lazımdır. Yəni bu kimi ifadələr orada mütləq göstərilməlidir qablaşmada və istifadə üzrə təlimatda. Resept blankında yazıla bilərmi bu bioloji aktiv qida məhsulları? Birmənalı şəkildə yazıla bilməz. Çünki bu məhsullar dərman vasitələri kimi müalicə etmir. Burada heç bir müalicədən söhbət getmir. Yalnız hansısa profilaktik məqsədlə istifadə olunur və yaxud da ki, qidalandırıcı məqsədlə istifadə olunur. Ona görə də yazılmağı düzgün deyil, yazılmamalıdır reseptdə bu məhsullar. Bəs ümumiyyətlə istehlakçılar bioloji aktiv qida məhsullarını seçərkən nəyə diqqət etsinlər? Etməlidir daha doğrusu. Belə bir məsələ var. Bizdə dediyim kimi biraz bu kimsə istifadə etdi, mən də istifadə edim. Belə hallar var. Küyə gedən insanlar. İlk növbədə gərək doğrudan da nəyə ehtiyacım var? Orqanizmdə sistemləri var da, həzm sistemi var, immun sistemi var və yaxud da ki, tutalım sinir sistemi var. Hansının yaxşılaşdırılması istiqamətində məhsul istəyir həmin istehlakçı. Bu istiqamətdə yəni bir özünü sorğulamalıdır. Doğrudan da ehtiyacı varmı istifadə istədiyi şey və yaxud da ki, vitamin, mineral kompleksi. Bunlara diqqət yetirmək lazımdır. Daha sonra qablaşmasında o məlumatları diqqətlə oxumalıdır. Orada zaten göstərilir istifadə üzrə təlimatda ki, bu hansı belə deyim sistem üçün faydalıdır.
əvvəlcədən bir araşdırma aparmaq lazımdır. Daha sonra aldığı yerlərə diqqət etmək lazımdır ki, hardan alır. Qeyd etdiyim kimi sosial şəbəkələr hansısa bir reklamdan görüb alırsa, bu təhlükəsizdir deyə bilmərəm. Ona görə də etibarlı mənbələrdən ən çox da satış bu indi apteklərdədir. Ən çox satış orada olunur. Düzdür, böyük marketlərdə də satış var, amma bizim ölkəmizdə bu dəqiqə aktual satış yeri apteklərdir. Və qablaşmasına da baxaraq, dediyim məsələlərin olub-olmamasını yoxlayaraq diqqət yetirməlidir istehlakçılar. Bəs ən çox da Azərbaycanda sizdə yəqin ki bir təcrübəyə bir əsasən ən çox istifadə edilən bioloji aktiv qida məhsullarının kateqoriyası hansıdır? Kateqoriyası bax qeyd etdiyim kimi müxtəlif sistemlər üçün istifadə olunur. Həzm sistemi, sinir sistemi, immun sistemi. Amma ki müşahidə etdiyim qədərindən ən çox istifadə olunur vitamin, mineral kompleksləri. O da nə ilə bağlıdır? Əsas belə deyim, qidalardan, yəni bir insan gündəlik əgər normal qidalanmırsa, onun ehtiyacı olan vitamin və mineral orqanizmə qəbul etmir. Orada bir problem yaşayır. Yəni bu iş şəraitindən də asılı ola bilər, tutalım qidalanmasına və yaxud da ki qidalanır, qidalandığı məhsullar çox da böyük qida dəyərinə malik bir məhsullar deyil. Ona görə də bizim ölkəmizdə ən çox müşahidə olunur. Hətta bu xarici praktikada da belədir. Vitamin, mineral kompleksi. Ondan sonra bağırsaq mikroflorasını yaxşılaşdırmaq üçün probiotik, prebiotiklər var. Bunların da çox istifadə olunduğu müşahidə olunur və omega 3 yağ turşuları, yəni bunların da populyar olduğu müşahidə olunur. Bundan sonra dediyim kimi sinir sistemi, immun sistemi, hətta pandemiyadan sonra immun sistemi fəaliyyətini artırmaq üçün daha çox immun sistemini artıran, orada məsəl üçün maddələr var, vitaminə bənzər bəzi maddələr var və yaxud da ki elə bitkilər var ki, sırf immun sistemini stimullaşdırmaq üçün istifadə olunan, immun sistemi fəaliyyətini yaxşılaşdırmaq üçün istifadə olunan bitkilərdir. Həmin məhsullar istifadə olunur, adətən uşaqlarda daha çox müşahidə edilir. Təşəkkür edirəm Gülnar xanım, minnətdaram sizə. Dostlar, bugünkü söhbətimiz sadəcə vitamin və qida əlavələrindən getmir. Əslində danışdığımız daha geniş bir mövzudur. Onların düzgün istifadəsidir, dərman vasitələrindən fərqidir, həyat tərzimizə təsir etdiyidir, bədənimizin onları necə qəbul etdiyi və doğru seçimlərdən danışırıq. Bura Sağlam Radio 93 FM-dir. Sağlam səhərdə qonağımız Analitik Ekspertiza Mərkəzinin bioloji fəallığa malik qida əlavələri şöbəsinin eksperti Gülnar İsmayılovadır. Suallarınız varsa yazın, göndərin. Qısa bir fasiləmiz olacaq, daha sonra yenidən efirdəyik. 93 FM-də eşidilirik bioloji aktiv qida məhsullarından düzgün istifadə və onların dərman vasitələrindən fərqindən danışırıq bugün. Sizin də suallarınız varsa yazın, göndərin. 055 93 490 93 bizim WhatsApp nömrəmizdir və müzakirəmizə qoşulun. Söhbətimizi birlikdə davam etdirək dostlar. Gülnar xanımla, Gülnar İsmayılova bugün bizim qonağımızdır. Gülnar xanım, bioloji aktiv qida məhsullarının dərman vasitələri ilə qarşılıqlı təsiri necə ola bilər bəs? Qarşılıqlı təsiri necə ola bilər? Dediyim kimi, əgər bir insan hansısa bir dərman istifadə edirsə, artıq bunun orqanizmində hansısa bir yüklənmə var. Bilirsiniz ki, dərman istifadə edəndə, yəni uzun müddətli istifadə olunanda böyrəkdə və qaraciyərdə yüklənmə olur. Əgər doğru seçilməyən bir qida əlavəsi, qida məhsuludursa, bu yüklənməni artıra bilər. Ona görə bu vəziyyətdə insanlar öz başına istifadədən çox da həkimlə məsləhətləşmək daha önəmlidir, vacibdir. Bayaq qeyd etdiyim kimi belə halda ola bilər ki, həmin bu qida məhsulunda olan hansısa komponent dərmanın təsirini artıra və yaxud da ki, azalda bilər. Yəni bu kimi hallar da mövcud olduğuna görə məsləhət odur ki, həkimlə məsləhətləşsin mütləq şəkildə. Əhali arasında bioloji aktiv qida məhsullarının haqqında, belə deyim, onlarla bağlı bir yanlış təsəvvürlər varmı və ya doğru bildiyi yanlışlar? Çox geniş yayılmış bir məsələdir əslində. Çünki mən özümdə müşahidə edirəm. Hiss elədim, ürəyiniz doludur. Bəli, mən özümdə müşahidə edirəm. Məhsul alınır və əgər bu aptekdən alınırsa, fikirləşirlər ki, bu dərman vasitəsidir. Aha. Dedim,
başda qeyd Bəli, etdiyim kimi bəli. farmasevtik formada Aha. eynidir. Tabletdir, kapsuldur, hansısa şərbətdir, Və ona görə maye dərman formasında. təsiri bağışlayır. Fikirləşirlər ki, bu dərman vasitəsidir, amma siz bəzən də oxumurlar, baxmırlar və yaxud da ki, alandan sonra bunun üstündə belə bir ifadə yazılıb. Bəzi hallar olur ki, insanların ümumiyyətlə bu məhsulların varlığından belə xəbərləri yoxdur. Gözləyirlər ki, alınır və gözləyirlər ki, bu məhsul onları müalicə edəcək. Yox, onu məhsul müalicə etməyəcək. Sadəcə olaraq qidalandırıcı bir təsirə malikdir. Hansısa sistemin fəaliyyətini yaxşılaşdıracaq. Yəni insanın bu qida məhsulları insanın fizioloji norma çərçivəsində, yəni normal qidalandığın zaman hansı maddələr orqanizmə daxil olursa, o çərçivədə təsir göstərir. Amma ki, müalicə edirmi? Yox, təbii ki, müalicə etmir. Bu, insanlar arasında ümumiyyətlə çox yanlış qəbul olunmuş bir anlayışdır, yayılıb. Bəzən olur ki, deyir, əksi də ola bilər. Bəzi insanlar fikirləşir ki, nə qədər çox qəbul etsəm, ziyansızdır da. Bəli. O mənə yaxşı təsir edəcək. Toksik dozaya qədər gəlib çıxır. Bəli. Hamı avitaminozdan danışır. Hipervitaminoz dediyimiz halda var ki, orqanizm əslində təhlükəli bir şeydir. Ona görə orada qeydiyyatı tamamlanmış məhsulların hər birinin təlimatında orada sutkalıq dozu qeyd olunur. Bundan nə qədər içə bilərsən maksimum. Gündə bir dəfəmi, 2 dəfəmi ora baxıb ona riayət eləmək lazımdır. Elə bil ki, Gülnar xanım, bioloji aktiv qida maddəsi deyirik deyə biraz fikrimiz qidaya gedir. Nəylərimiz, babalarımız həmişə deyirdi ki, əşəş olmaz çox yeməkdən ölməzsən, əsas odur ki, ac qalmayasan. Biraz yəqin ki, bu prinsiplə yanaşma var burada. Satışına bəs Azərbaycanda belə deyim, harada icazə verilir? Satışına Azərbaycanda hal-hazırda populyardır aptek. Yəni aptekdə satış daha çoxdur. Amma müşahidə nə göstərir? Artıq iri marketlərdə də satış başlanıb və yaxud da ki, bu sağlamlıq məhsulları satılan mağazalar var, marketlər. Orada satılır və elə hallar da var ki, hansısa istehsalçıdır, onun öz satış məntəqəsi var. Azərbaycanda bil ki, belə istehsalçı var. Öz satış məntəqəsi var, öz məhsulunu orada belə deyim satır. Bir də idmançı qidalarında müşahidələr göstərir ki, fərqli, yəni tamamilə ayrı bir yerdə satılır. Bəli, idmançılar üçün əlavə qidalardan. İstehlakçı bəs bu bioloji aktiv qida maddəsini alarkən hansı hüquqa daha doğrusu malikdir? Hər bir istehlakçının birinci hüququ odur ki, o təhlükəsiz məhsul alsın. Yəni ki, artıq bütün proseslər yoxlanılmış, yoxlama prosesləri yekunlaşdırılmış, rəsmi şəkildə satışa buraxılmış məhsul almaq. Bunlar da artıq təhlükəsiz məhsul hesab olunur. Yəni başda qeyd elədiyim kimi artıq bütün mərhələlərdən keçib. Eyni zamanda hər bir istehlakçının hüququ var ki, istifadə etdiyi məhsul barəsində məlumat əldə etsin. Və bu qanunvericiliklə nizamlanır. Necə nizamlanır ki, yəni bütün məlumatlar, onun istifadə sahəsi, tərkibi, onun demək təlimat, istifadə yaş həddi, hamısı bu məhsulların qablaşmasında və istifadə təlimatında açıq-aydın göstərsin. Bu istehlakçının hüququdur ki, dolğun məlumat alsın. Eyni zamanda dediyim kimi farmasi saytında da girib yoxlaya bilir. Yəni istehlakçı bilir ki, artıq mənim istifadə etdiyim məhsul analitik ekspertiza mərkəzinə keçib və rəy alıb. Bunların deməli hüquqlarıdır və mən fikirləşirəm ki, mən də bir istehlakçıyam. Bütün məhsul haqqında dolğun məlumat almaq və təhlükəsiz məhsul istifadə etmək mənim də haqqımdır. Gülnar xanım, bir dinləyicimiz soruşur ki, bioloji aktiv qida məhsullarının təbii mənşəli olması onun mütləq təhlükəsiz olduğu deməkdirmi? Yox, təbii ki, qəti şəkildə yox. O zaman bu da bizim doğru bildiyimiz yanlışlardandır. Çünki kiməsə nəyisə tövsiyə edəndə ilk cümləmiz bu olur da. Tam oxu tərkibini tam təbiidir, təbii məhsullar. Amma o təbii məhsullar fərqli insanlara necə təsir edir? İnsanlar elə fikirləşir ki, onun tərkibində bitki varsa, təbii məhsul da dedikləri çox vaxt bitki komponentlərdir. İçində filan bitki var, çox yaxşı təsir edir. Bir bitkinin fərqli kombinasiyaları fərqli sistemlərə təsir göstərir. Elə bir bitki var ki, həm həzm sisteminə yaxşı təsir göstərə bilər, həm sinir sisteminə yaxşı təsir göstərə bilər. Amma başqaları ilə də onun belə deyim də birləşdirmək, qarşılıqlı tamam başqa. Elə bir kombinasiyanın içində o sinir sisteminə yaxşı təsir göstərir. Bəzi başqa kombinasiyanın içində həzm sisteminə yaxşı təsir göstərir. Amma bu demək deyil ki, bilirsiniz necə olur? O istifadə edən şəxs bəlkə də bunu
tutam sinir sisteminə görə tövsiyə Aha, olur. amma- Özünü yaxşı hiss edir. İnsan başa Bəli. düşmür özünü nəyə görə yaxşı hiss edir. Başqasına tövsiyə edilir ki, hə sən də bunu içsən də yaxşı hiss edəcəksən. Aha. Hər bir orqanizm individual olduğuna görə daha belə deyim, ciddi yanaşmaq lazımdır, bilinçli yanaşmaq lazımdır. Təşəkkür edirəm Gülnar xanım. Sağlamlıqla bağlı suallara cavab axtarmaq bəzən doğrudan da sanki böyük bir xəritədə doğru ünvanı tapmağa bənzəyir. Biz isə bu gün həmin mürəkkəb xəritəni sizin üçün açırıq. Qısa bir reklam fasiləmiz olacaq, amma bu gün efirimizdə danışdıqlarımız sizin məhz sağlam qərarlar verməyinizə, daha doğru bioloji aktiv qida məhsullarını doğru zamanda seçməyinizə səbəb olacaq. Bir neçə dəqiqədən sonra burada olacaq dostlar. Dalğanı dəyişməyin, diqqətiniz bizdə olsun. Saatlarımız 9:21-i göstərir dostlar. Bioloji aktiv qida məhsulları ilə bağlı sizin nə suallar varsa, suallarınızı yazıb göndərə bilərsiniz dostlar. Odur ki, Gülnar xanım bugün sizin suallarınızı cavablandıracaq. Yeri gəlmişkən Analitik Ekspertiza Mərkəzinin bioloji fəallığa malik qida əlavələri şöbəsinin ekspertidir və olduqca maraqlı mövzunu biz müzakirə edirik. Siz də suallarınızı yazın, göndərin. Bir dinləyicimiz soruşur ki, Gülnar xanım, bioloji aktiv qida məhsullarından kimlər istifadə etməsə yaxşı olar? Kimlər istifadə etməsə yaxşı olar? Kimlər öz başına istifadə etməsə daha yaxşı olar deyərdim. Onun bunu küyünə gedənlər də belə deyək də. Yəni bu əslində danışdığımız məsələləri əhatə eləyir. Bir ciddi xəstəlik varsa bu insanda və yaxud da ki xroniki bir xəstəlik varsa, istifadə məsələsində çox ehtiyatlı olmaq lazımdır. Amma sağlam hər şey qaydasındadırsa, yəni yenə də mən tövsiyə edirəm ki, həkim məsləhəti olsun. Amma sağlam şəxslərdə istifadə, bir də baxır hansı sahə, hansı sistem üçün istifadə daha belə deyim təhlükəsizdir. Bir dinləyicimiz maraqlı bir sual ünvanlayıb. İndi bu sualın bilmirəm ünvanlayacağı şəxs Gülnar xanım sizmi ya yox, amma yenə də məncə düşünürəm ki, azı bir yön verə bilərsiniz. Uzun müddətdir özümdə yorğunluq hiss edirəm və dostlarım məhz bioloji aktiv qida məhsullarını tövsiyə edir, onların kömək etdiyini tövsiyə edir, amma mənə maraqlıdır ki, orqanizmdə hansısa analiz verib sonra qəbul etmək lazımdır, yoxsa mən də öz başına yəni alıb qəbul edə bilərəm? Yox, təbii ki, yox. Yəni bu hal ümumiyyətlə öz ailə üzvlərim olsun da, yəni ətrafımda da müşahidə etdiyim bir haldır. İnsanlar özlərini yorğun hiss edir və insanın özünü yorğun hiss eləmək təbii ki, bunu həkimlərimiz daha yaxşı bilər. Müxtəlif istiqamətlərdə olur. Mənim müşahidə etdiyim, mən çox hansı hallarda olur? Deməli qanın kimyəvi göstəricilərlə bağlı olan hansısa bir dəyişikliklər olduğu halda əsasən də dəmirin miqdarı, hemoqlobin miqdarından olur. Amma bu demək deyil ki, həmişə odur. Bəzən olur ki, hormonal fonda hansısa yorğunluq hiss olunur. Buna görə də bir ciddi araşdırma aparmaq lazımdır. Əgər bu yorğunluq artıq xroniki bir haldırsa, uzun müddət davam edirsə, mən tövsiyə edirəm ki, birinci həkim nəzarəti olsun, həkim yönləndirsin, hansı məsələləri araşdırmaq, yoxlamaq lazımdır. Ondan sonra artıq qərar verilsin ki, hansı deməli nə qəbul etmək lazımdır, dərman bəlkə qəbul etmək lazımdır. Yəni bu belə bir məsələdir, həssas məsələdir. Bəlkə heç ona qida əlavəsi lazım deyil bu vəziyyət üçün. Hansısa dərmanla müalicəsi olmalıdır. Bəli, ona görə ciddi yanaşmaq lazımdır. Digər bir dinləyicimiz çox maraqlı bir sual yazıb. Mən çox istərdim ki, bu sualı efirdə səsləndirim. Çünki əminəm ki, belə tələlərə sadəcə bizim bir dinləyicimiz deyil, bir çox insanlar düşüb, dinləyicilərimiz düşüb və biz bayaq fasilədə qısa da olsa Gülnar xanımdan bu haqda danışırdıq. 34-15 nömrəli dinləyicimiz yazır ki, Gülnar xanım, mən arıqlamaq üçün bioloji aktiv qida almışam və ilk həftə təsir etdi bu mənə, sonra əksinə ürək döyüntüm sürətlənməyə başladı. Bu normaldırmı, yoxsa dayandırmalıyam? Bu çox belə deyim, mənə elə gəlir ki, sizin də, bizim həkimlərimizin də, mütəxəssislərimizin də olsun, elə qidalanma mütəxəssisləri olsun, çox yaralı bir mövzularından biridir. Küyə gedərək, bu ən çox da sosial mediada biz bunun o dırnaq arası influencerlər deyək, dırnaq arası blogerlər deyək, onların reklam elədiyi bu arıqlama, belə deyim də, qida əlavələrindən mən çox istərdim ki, həqiqətən bu mövzuda danışaq və siz də fikirlərinizi bildirəsiniz. Dinləyicimiz də bizi dinləyir və ümid edirəm ki, bu söhbətdən sonra heç düşünmədən o qida əlavəsini o evdəki zibil torbasına atacaq. Belə bir məsələ var, saxtakarlıq halları. Ən çox müşahidə edirəm bu çəkini tənzimləmə məqsədindən istifadə olunan məhsullarda. Bu da necə baş verir?
qablaşmanın üstündə yazır ki, bayaq dediyimiz məsələ tam təbii tərkibdir. Onun tərkibində hər hansı bir bitkilər var. O bitkilər hansısa metabolik prosesləri yaxşılaşdırır, orqanizmin çəkini azaltmağa kömək edir. Amma belə bir hal var ki, bəzən həmin məhsulun içinə etiketdə göstərilməyən, amma güclü təsir edici maddələr əlavə olunur. Bu maddələr birdən-birə çəkini salır və vizual olaraq insan hiss edir ki, hə, onun çəkisi düşür. Amma ki, digər fonda orqanizmə çox belə ciddi təsirlər göstərir, başqa fəsadların yaranmasına səbəb olur. Ona görə də bizə analitik ekspertiza mərkəzinə müraciət olunan zaman bu məhsullarla bağlı bu istiqamətdə laborator analizləri aparılır ki, bunun tərkibinə bu çəkini aşağı salmaq məqsədi ilə hansısa kimyəvi maddə əlavə olunub bu. Bizim öz praktikamızda ekspertiza zamanı müşahidə etdiyimiz nə olub? Sibutramин adında maddə var. Çəkinin çox aşağı salan bir maddədir və bu ümumiyyətlə istifadəsi qadağan olmuş bir maddədir. Amma bu maddənin istifadə həmin məhsulun tərkibinə daxil edildiyi, amma etiket üstündə yazılmadığı hallar ekspertiza zamanı belə deyim, müəyyən olunub. Təbii ki, artıq o məhsulun ekspertizasına mənfi rəy verilir və icazə verilmir bu məhsulun gətirilməyi. Və çox təəssüf ki, çəkini tənzimləmək üçün olan məhsullar sosial şəbəkələrdə bunların reklamı çox gedir. Amma baxırıq ki, bunlar heç bir qeydiyyat prosesindən keçməyib, siz dediyiniz məsələ ilə reklam eləyirlər. Ona görə də ehtiyatlı yanaşmaq lazımdır. Mən tövsiyə edirəm ki, əgər özündə bu insan belə bir narahatlıq hiss edirsə, bu məhsulun istifadəsini dayandırmalıdır. Çünki orada nə var? Biz bilmirik. Və yaxud da ki, onu necə istifadə edir? Bəlkə də bu doğrudan da qeydiyyatdan keçmiş bir məhsuldur, artıq satışa çıxarılmış bir məhsul, sadəcə düzgün istifadə etmir və yaxud da ki, orqanizm hansısa komponentə qarşı çox həssaslıq göstərir. Adətən buna görə də dediyim kimi bu məsələyə ciddi yanaşmaq lazımdır. Hər məhsulu istifadə etmək, yəni ki, ziyansızdır. Zaten bunun tərkibində təbii inqrediyentlər var. Nə qədər istifadə etsəm o qədər yaxşıdır. Bəlkə də doz aşırısı var orada. Artıq istifadə edir. Yəni versiya, ehtimallar çoxdur, amma bu ehtimalların hansının olduğunu dəqiqləşdirmək lazımdır. Çox təşəkkür edirəm Gülnar xanım. Mən ümid edirəm ki, dinləyicimiz də artıq öz sualına cavab almış oldu. Siz də suallarınızı yazıb göndərə bilərsiniz. Yeri gəlmişkən, bu mövzudan danışarkən istehlakçılar məhsulun saxta olduğunu və ekspertizadan keçirilib keçirilmədiyini də anlaya bilərlərmi, eləmi Gülnar xanım? Saxta olduğunu hal-hazırda satışda olan məhsullar, yəni qeyd etdiyim kimi bütün ekspertiza prosesi bitibsə, bunun qablaşmasına olan tələb birmənalı şəkildədir. Orada yazılır ki, dərman vasitəsi deyil, bioloji formal qida məhsuludur. Yəni bu artıq qeydiyyat prosesindən keçibsə, demək ki, bu məhsul böyük ehtimalla demək qanuni şəkildə satışa çıxarılmış bir məhsuldur. Ancaq ki, oradakı əgər görsəz ki, bu məlumatlar yoxdur və yaxud da ki, Azərbaycan dilində heç bir məlumat yoxdur, yəni bizim qaydanın tələbindən biri odur ki, bu məlumatlar Azərbaycan dilində yazılmalıdır ki, bizim indi bütün istehlakçılara aydın olsun oradakı ifadələr başa düşülsün. Amma bu yazı yoxdursa, bəli, orada şübhələnmək lazımdır. Qeyd etdiyim kimi, yenə də analitik ekspertizanın Farma saytında da həmin məhsullara baxa bilərlər, nə keçib, nə keçməyib. Amma dediyim məsələ artıq onun yüksək ehtimalla göstərir ki, keçib. Təşəkkür edirəm Gülnar xanım. Siz suallarınızı yazın dostlar. Biz sonuncu fasiləmizə ayrılırıq və daha sonra qaldığımız yerdən müzakirəmizə davam edəcəyik. Verilişimizin son hissəsinə keçid alırıq. Siz də aktiv olun dostlar. Suallarınızı yazın, göndərin. Bioloji aktiv qida məhsullarından bugün bizim qonağımız Gülnar İsmailova danışır. Gülnar İsmailova Analitik Ekspertiza Mərkəzinin bioloji fəallığa malik qida əlavələri şöbəsinin ekspertidir. Suallarınızı yazın, göndərin. Gülnar xanım, Azərbaycanda ən çox hansı saxta bioloji aktiv qida məhsulları aşkarlanır?
Saxta bayaq qeyd etdiyim kimi bir ən çox çəkini tənzimləmə məqsədindən olanlar var. Yəni bunu da biz nə zaman müəyyən edirik? Ekspertiza zamanı. Bir də ki, cinsi aktivliyi təsir edən belə deyim, məhsullarda bu müşahidə olunur. Necə baş verir? Ekspertizaya gəlir məhsul və onun üstündə göstərilir ki, filan məsələlərə təsir göstərir. Təbii ki, laborator analizlər zamanında bu istiqamətdə araşdırmalar aparılır. Məsəl üçün cinsi aktivliyi artırmaq üçün qeyd edilir ki, üstündə filan bitkilər var. Amma analiz zamanı orada artıq müəyyən olunur ki, hansısa dərman maddələri əlavə olunur. Analitik ekspertiza mərkəzi laborator analizində də bunlar müəyyən olunur. Həm çəki ilə bayaq qeyd etdiyimiz məsələ, həm də bu məsələ. Ən çox bunlar müşahidə olunur. Düzdür, digər hallar da var, daha azdır. Amma ki, bu hallar daha çox olduğuna görə bunları deyə bilərəm ki, bunlar müşahidə olunur və birmənalı şəkildə bu məhsulların ekspertizası mənfi rəylə nəticələnir. Gülnar xanım, belə bir düşüncəm var. İndi bu doğrudur, doğru deyil, siz onu deyəcəksiniz. Pandemiyadan sonra sanki bioloji aktiv qida məhsullarına bizim marağımız artmağa başladı. Bəli. Həqiqətən də pandemiyadan sonra onlara tələbat dəyişdimi? Yanaşmamız dəyişdimi ümumiyyətlə? Bəli. Pandemiyadan sonra müşahidə göstərir ki, artıb. Nəyə görə artıb? Çünki belə deyim də, pandemiya vaxtı belə bir fikirlər var ki, düzdür, bu əslində real fikirlərdir. İmmunitet sistemi nə qədər yaxşıdırsa, insan nə qədər sağlamdırsa, olan bu virusu, bu xəstəliyi daha digər insanlarla müqayisədə daha rahat keçirə bilir. Buna görə də insanlarda bu istiqamət üzrə araşdırmalar başladı. Həm də belə deyim də, artıq orada bir hamı vaxtını evdə keçirirdi, daha çox araşdırmağa daha çox vaxtı olurdu. Həmin müddət ərzində özü ki, bu biraz uzun bir müddət oldu bu pandemiya vaxtı. Artıq bu bir vərdişə çevrildi insanlarda. Həmin bu məhsullardan istifadə etmək, ən çox da istifadə olunmağa başladı vitamin mineral kompleksi. Bayaq soruşmuşdunuz ki, hansı daha çoxdur? Bəli. Ən çox vitamin mineral kompleksidir. Elə həmin pandemiya vaxtında həkimlər də tövsiyə etdiyi məhsulların içində minerallar, vitaminlər daha çox üstünlük təşkil edirdi. İmmunitet sistemini qaldırmaq məqsədindən. Ona görə də deyərdim ki, bəli, pandemiyadan sonra insanlar daha çox məlumat əldə etdilər və bu artıq vərdiş halına çevrildiyinə görə bugünkü gündə də bioloji fərqa malik qida məhsullarının istifadəsi aktualdır. Gələcəkdə ümumiyyətlə bioloji aktiv qida məhsulları sahəsində bəs Gülnar xanım hansı yeniliklər gözlənilir? Bu elə bir sahədir ki, deyəsən daima inkişaf edəcək, eləmi? Çünki nəyə görə yeni kombinasiyalar təqdim olunur. Yəni bunların hər zaman araşdırılması aparılır ki, bu kombinasiya istehsalçı tövsiyə edir, doğrudan da mı yararlıdırmı buna? Yəni elmi istiqamətdə olan inkişaf hər zaman davam edir. Analitik ekspertiza mərkəzinin ekspertləri də özünü bu istiqamət üzrə inkişaf etdirir və daxili təlimlər keçirilir. Onların bu sahədə olan bilik və bacarıqlarının artırılması məqsədindən, həmçinin qanunvericilikdə təkmilləşdirmə artıq başlayır. O da nəyə görə başlayır? Zaten praktik olaraq işləyəndə bəzi məsələlər ki çıxır, bunu artıq belə deyim, qanunla da bir-birinlə üstləşsin deyə qanunvericilikdə də artıq dəyişikliklər başlayır və daha da təkmilləşir. Bu proses də elə bir prosesdir ki, daimi davam edir. Yəni ki, indi də davam edir, bundan sonra da davam edəcək. Çünki əsas kökündə elmi yanaşma durur bu ekspertizanın əsas kökündə. Gülnar xanım, çox təşəkkür edirəm sizə, çox minnətdaram. Çünki bu gün çox vacib nüanslara toxunduq və son olaraq bir sual soruşmaq istərdim sizdən. Belə bir məşhur ifadə var ki, deyir, səhv qidalanma insanın özünə qarşı etdiyi elə ən səssiz səhvlərdən biridir. Əgər dinləyicilərimiz bu gündən etibarən qida əlavələri ilə bağlı, bu bioloji aktiv qida məhsulları ilə bağlı cəmi bir düzgün vərdişi həyatlarına daxil etsəydilər, bu hansı vərdiş olardı? Yəni sağlamlığın qapısını bu bioloji aktiv qida məhsulları ilə bağlı açan ilk açar hansı olmalıdır? İlk öncə hər bir insan diqqət yetirməlidir ki, onun belə deyim, gündəlik istifadə etdiyi qidalar nələrdir?
Yəni doğrudan da o orqanizmini qida maddələri ilə zənginləşdirən qidalar qəbul edə bilir, yoxsa yox? Bunu hər kəs öz üzərində müşahidə etməlidir ki, mən doğrudan da düzgünmü qidalanıram? Mənə lazım olan vitamin, minerallar mənim orqanizmimə daxil olurmu? Yəni buradan başlayaraq onun heç bir bu suallardan çıxış eləməyə başlamaq lazımdır. Buradan başlamaq lazımdır. Çünki əsas belə deyim, həmişədən əvvəllərdən də var da, yəni ki, əgər sağlam qidalanırsansa, hər şey qaydasındadır. Birinci başlamaq lazımdır sağlam qidalanmaqdan, amma təbii ki, tövsiyə həkim məsləhətini və yaxud da ki, digər professional bu iş üzrə professional şəxslərdən məsləhət almaq və bu məhsullardan istifadə etmək bizim sağlamlığımıza daha da yaxşı təsir göstərə bilər. Çox təşəkkür edirəm bir daha sizə, minnətdaram. Əziz dinləyicilər, Sağlam Radio 93 FM-də bu səhər hər birimiz bir daha anladıq ki, sağlamlıq heç vaxt təsadüflərin nəticəsi deyil, məhz məlumatın, diqqətin və doğru seçimin nəticəsidir. Ən böyük səhv heç nə etməməkdir, çünki edə biləcəyin şey çox az görünür deyə Albert Einstein deyirdi. Qida əlavələri də belədir, az görünən nüansların arxasında çox böyük təsirlər gizlənir. Bugünkü dəyərli məlumatlara görə Analitik Ekspertiza Mərkəzinin bioloji fəallığa malik qida əlavələri şöbəsinin eksperti Gülnar İsmayılovaya da bir daha təşəkkür edirik. Siz özünüzə yaxşı baxın dostlar, çünki sağlamlıq bizim sabahımızın təminatıdır. Bizdən bugünlük bu qədər. Yenə də sabah eyni saatda 93 FM-də eşidilərik.